Kristal Abşeron 1 Xırdalan şəhərinin tam olaraq mərkəzində yerləşir. Qanuni 2 otaqdan ibarət belə bir gözəl mənzil təqdim edirəm sizlərə. Dəyərli izləyicilər, mənzilimiz tam olaraq əşyalı satılır. Ola bilər ev sahibi elektronikanı götürsün, o da danışıqdan asılı olan bir şeydir. Tam əşyalı şəkildə mənzili təhvil verə bilər ev sahibi sizə. Kupçalı mənzildir, kupça hazır əldədir, alqı-satqıya hazır şəkildə. Mənzil istilik sistemi kombi sistemidir. Kondisionerinə qədər çox gözəl, səliqəli bir mənzildir, dəyərli izləyicilər. Yəni bugünkü gün mənzilə köç yaşa vəziyyətdədir. Zövqünə uyğun istəsən müəyyən müddətdən sonra aboy dəyişə bilərsən, qapı dəyişə bilərsən. Təbii ki, bu sənin şəxsi fikirlərindir. Amma bugünkü gün, yəni mənzildə 1 manat belə xərc tələb eləyən bir şey yoxdur. Tam olaraq təmirli mənzildir, səliqəli mənzildir. Qonaq otağını təqdim etdim sizlərə. Kristal Abşeron 1 yaşayış kompleksinin girişində yerləşir. Yəni çox dərinliklərdə deyil. Girən kimi kompleksə mənzilimiz, binamızdır və mənzilimizdir. Bina 9 mərtəbədən ibarətdir, dəyərli izləyicilər. Sürətli lifti var. Mənzilimiz yerləşir 9-cu mərtəbədə, amma biz bunu belə adlandıra bilərik ki, 10 mərtəbəli binanın 9-cu mərtəbəsi. Çünki mən sizə bunu sonda göstərəcəm. Ki, yəni bu mənzilin üzərində bir mərtəbə də belə var. Texniki mərtəbə. Yataq otağıdır, görürsüz. Mənzilin tavanı betondur. Səliqəli şəkildə. Yataq otağımızdır, səliqəli, yataq mebeli ilə təchiz olunub. Əsas giriş qapısıdır, dəhlizimizdir. Sanuzel qovşağıdır, solda yerləşir. Bir daha qeyd edirəm, kupçalı qanuni 2 otaqlı mənzil təqdim edirəm sizlər üçün. Kristal Abşeron yaşayış kompleksinin girişində. Və sonda sizə təqdim edəcəm mənzilimizin mətbəx hissəsini. Bir daha proyektdə nəzər yetirərək görürsüz. Qazı, suyu, işığı, bütün kommunalları fasiləsizdir binamızın və burada da mətbəximiz yerləşir. Gəlin keçək mətbəxə. Yerləşir mənzilimizin mətbəx hissəsi, bahalı mətbəx mebeli yığılıb şəxsi istifadə üçün təbii ki, üzəri tökmə mərmər və səliqəli mətbəx mebelimiz. Burada da eyvanımızdır. Gəlin sizlərə deyim, nəyə görə biz bunu 10 mərtəbənin 9-u adlandıraq. Görürsüz, üzərində əlavə olaraq bir mərtəbə də var, dəyərli izləyicilər. Texniki mərtəbə. Yəni tavan beton, üzərində texniki mərtəbədə. Bu bizim eyvanımız quraşdırılıb, kombi, kondisioner, qaz sayğacı. Ətraflı məlumat almaq üçün zəng vurursunuz, WhatsApp-ımız aktivdir, yaza bilərsiniz. Bu günə bu qədər, növbəti çəkilişdə görüşənədək.